Asan Xidmət İndeksi və Asan Müraciət İnformasiya Sisteminin fəaliyyətinin ilk nəticələrinə dair tədbir keçirilib. Tədbirdə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib. Bilirsiniz, Cənab Prezidentin fərmanı ilə hər il dövlət xidmətləri Asan İndeks üzrə qiymətləndirilir və bugün biz 2025-ci il üçün bütün dövlət xidmətlərinin qiymətləndirilməsi ilə bağlı hesabata baxdıq, dinlədik. Asan İndeks qiymətləndirilməsi bizə imkan verir ki, Azərbaycanda dövlət xidmətlərinin biznes prosesini daha da optimallaşdıraq, təkmilləşdirək və nəticədə onun rəqəmsallaşmasını asanlaşdıraq və bu ildə reytinqlər müəyyən olundu, hansı qurumlar daha operativ, daha bürokratiyadan kənar vətəndaşlarımıza xidmət göstərir və hansı çatışmazlıqlar var və o çatışmazlıqların aradan qaldırması üçün hansı işlər görülməlidir. Tədbirin ikinci hissəsi Asan Müraciət İnformasiya Sistemi ilə bağlıdır. Asan Müraciət vətəndaşlara imkan verir ki, rastlaşdıqları hər hansı bir infrastruktur yönümlü problemi şəklini və ya videosunu çəkib aidiyyatı dövlət orqanına göndərsinlər və nəticədə dövlət orqanları baş verən bir problemi daha tez, operativ müəyyən edib, müdaxilə edib o problemi aradan qaldıra bilirlər. Bütün bunlar həm vətəndaşlarımız üçün şəffaf, hamı üçün əlçadan xidmətlərin təşkil edilməsi, xidmətlərin rəqəmsallaşdırılması, o cümlədən problemlərin həllində vətəndaş iştirakçılığını təmin etmək üçündür və bütün bu görülən tədbirlər də Cənab Prezidentin müvafiq fərmanlarına əsasən həyata keçirilir.